Salamlayıram sizi. Şəhərsiniz, mən Cəmaləddin Mehdi Əziz izləyicilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Cəmiyyəti U12 liqasında maraqlı bir qarşıdurma şahidi edəcəyik. Meydanda mübarizə aparır. Xançınar komandası ilə gibi birlik komandasıdır. Hər iki komandaya uğurlar. İnanırıq ki, maraqlı və ən əsasda futbol və idman prinsiplərinə layiq və uyğun olan oyun izləyəcəyik. Sizə tanıdıram demək ki, birlik komandasına yetib elədir. Komandanın kiperi Adəm, 11 Süleyman, 6 Mikail, 10 Adil, 9 Mirkamal, 88 Elxan, 16 İsa, 22 Amil, 55 Paşa, 18 Hüseyin, 8 Murat, 77 Tunar, 15 Fatih, 81 Ömer və 14 Mehdi olaraq təyin olunur. İndi Amil kapitanını ötürür. Burada İsa. Öz növbəsində Mehdi. Burada İsa topu itirir. Xançınar komandasının hücumu başlayacaqdır. Murat. Ayaklarım var. İsa. Bizim şansı Amil. Bizim şans. Atılır. Mikail. Xəttə komanda yoldaşı var idi. Burada 8 nömrə Ömer idi. Qabıqara paslarsa. Murat. Amil. Süleyman, Murat'a yaxın. Hücum atılır. Sağ cinahdan. Hasan Qasım Rafi. Yarmışdı bir anlıq. Kapitan ayak koyur. İsa. İsa. Sık qabığa. Ver ona. Mikail. İsa topuyla tərk edir. Yan xəttdən topuyla daxil etmək lazımdır. Xançınar adına. Avdat Mişa. Murat gel. Süleyman. Mikail. Süleyman yakın gel. Yakın gel. Topuyla daxil etməlidir. Ortaya bırak. Uzun şansı pressing var. Mikail. Ayak koydu Mikail. Kafasını ötürmə düşündü. Alınmadı. Hücum devam edecek. Təhlükə ola bilərdi ama hücum keyfiyyəti azalır. Məsafədən vurulan zərbə isə geridəyikdir. Adil. Murat qabağa çıx. Uzaq məsafədən topu tora göndərmək istəyirdi. Ay Murat, ay Murat. Murat. Amil. Udar elə. Yaxşı, maladı. Biraz zərbə uzaq məsafədən Amildən ama qapçı yerindədir. Çalışırlar. Kapıya uzaq məsafədən zərbə qapın üstündən keçir. Burada 11 nömrə futbolçu Süleyman idi. Zərbəni endirən ama Paşa biraz bura, Paşa biraz bura. Sakla. Süleyman, biraz ortaya gel. Mişa, sık kabağa. Xançınar komandası top oyunu daxil etməlidir. Sık. Adres'te top itirilir. Top oyuna daxil etməlidir indi. Amil. Daxil etdi. Yaxşıdır Süleyman. Ya və Süleyman. Qal orada. Hər an gün zərbəsidir, bəl. Kamil qalır. Mehdi geçir içeri. Baş. Sağ ol. Kal, topa bak. Karşıla Murat. Gün zərbəsini niyə belə yetirdirlər? Anlamadım. Hər halıydı. Sal yere. Amil. Süleyman. Paşa biraz düş, Paşa. Sağ cinahdan hücum başlayır. Geliş adına. Meydan tərk Ahmet edir. Sıvaş Mehdi'ye yakın. Paşa. Sağ cinahdan Xançınar komandası topayla daxil etdi. Var. Hücum qarşı kəsilir. Yaxşı hücuma çıxırlar. Murat. Sever, Paşa, Amir var. Paşa. Amir, göz kırağına Mişa var. Gel arkasına, gel. Mikail. Ay Mişa. Amir bitirdi. Hücum şans. Ver, Mehdi ver.
Mehdi. Ver ölçüsünü gör. Mehdi. Şahil. Amil. Mehdi. Sen Şahil. Ver babanı. Şahil. Mişa. Miş. Pas oyna. Yan xətdən top oyuna daxil etməli birlik komandası oyunda hesab elə ki açılmayıb təhlükəli vəziyyətlər. Əgər götürsək belə deyək 2 qapıya və burada zərbə indirən futbolçu Murad idi. Murat. Çox Murat. təbii bir Biraz bu zərbə tarafa oldu. sınar. Hər halda Çok kal. 2 təhlükəli zərbə Süleyman Var biraz idi. ortaya sıklar. dedim ki hər ikisi birliyi adına vurulur. Murat bütün Amil. toplar geldir oradan Murat. Kançıların hücumu uzaqlaşdırmaq lazımdır. Ehtiyatlı olmalıdır Amil. Hücum şansı. Ayak koyan var. Uzaqlaşdırılmaq. Çalışırlar. Hücum şansı Kançıların adır hücumlarından biri. Burada. 5 nömrəli futbolçu Paşa idi. Tamam. Lazım değil. Paşa uzaqlaşdırdı. Bravo. Bağlayın qıraqları. Bağlayın yanı. Top oyna. Qapçı vuruşular daxil etmək lazımdır. Adil. Hadi yine Mişa. Hikaye. Buraya usta. Qıraqlarla. Qıraqlarla. Gel Murat. Buraya topa gel. Daha bir standart vəziyyət. Ya xətdən top oyna. Daxil etməlidir. Etdilər də. Aynen. At bir de geçsin. Açtı. Gel Murat. Hücum şansı. Gel bir de Ami. Kaç Murat. Hadi. Alınmadı. Hücum devam edəcək. Mişa, Top düzgün oyna, meydana Mişa. tərs edir Mikail. Mişa. Ha. Qapıya və qapçı. Əla oynadı. Daha bir hücumun dalğası gəlir. Birliksin. Qapıya zərbə isə burada Süleymanın Arkan kapıya Zərbəsiydi. ver vursun da o. alınmadı. Mehdi düş. Uzun gəlirsin. Edam məhkəsini keçdi. Mehdi. Mehdi qarşıladı. Hücum şansı Amil. Ami. Kançıların hücumu başlayacaqdı. Bir dəqiq oldu. Hücum şansı. Hadi lapa. Bravo Avar abi. ötürməsi. Amma qapçı yerindədir. Gel ver. Gel buraya. İşte Murat gel buraya Mişa'nın arkasına gel. Hay Murat. Gel özür. Gel özür. Gel. Başımı kaldır. Murat. Süleyman gir. Murat kafasını Ha, ötürmək Süleyman. kimi bacarır. Hücum şansı. Zərbə! Düzdü Süleyman düzdü. 9'luğun yanından keçir. Qapçı uğraşamalıdır. Yerə qoyub başlamaq lazımdır. Hakimin tələbi bu yöndədir. Ədalət təmsilçisi bunu tələb etdi. Kançıların hücumu başlayacaq indi. Biri. Murat'ı yerine İnşa ola bilər. Yaxşı oynadı Amil. Mikail. Əla gəlirlər. Başımı kaldı. İsa. Sınaq ötürməsi. Süleyman. Ayağı büdürüyor burada. Əla da hücum. Ahmetci ama 55 nömrəli futbolçu. Paşa olmalıdır bəlbər. Paşa. İndi. Hücum qurmağa çalışır. Alınmadı, müdafiədən çıxmağa çalışdı və bacarır. Kançılar komandasının futbolçular topu qarşısını kəsdilər. Süleyman sağ cinahdan gəlir. Süleyman geriyə ötürmə, kapitanını görür İsa. Öz növbəsində Adil. Malades. İndi Amilə gəlir. Ami gir içeri. Mişa. Amil.
Bravo. Gözəl ötürmə idi Mikail amma. Ünvana çatmır. Amil. Hücum şansı. Top meydanı tərk edir. Kapıya zərbə yoxsa. Qapıya zərbə düşündü bu anda. Kapitan İsa. Olmadı. Hücum şansı. Qapıya zərbə qüvvətli idi. Daha bir zərbə isə İsa'dan kapitan Məsudi öz üstünə götürməyə çalışdı amma indi top meydanı tərk etdi. Hücum şansı Xançınardan Sakit oyna. Sakit oyna. alınmadı. Adil Hara girirsən? silahı görür. Adil özü irəlilədi əvəzində. Adil qapı ağzına və top doğru yandan silkəli standart vəziyyət. Birini indir. İndi barizə aparanda. Barizə zamanı. Gir. Standart vəziyyət. Hadi lan. Olmadı. Daha bir dəfə. Toxmuş. Yan xətdən. Top oynayan Xançıyan komandası daxil etməlidir. İsa. Paşa. Gitti. İsa kapitan. Sınaha ötürmə. Yaxşı keçir Adil bir rəqiblərini və Girmişsən burada. Süleymanı ötürmək istədi özü zərbə. Yerinə. Desin var idi. Qapıya zərbə və uzaq məsafədən qapçı. Çaş baş qalır bir anlıq. Paşa. Səhvə yol verdi Paşa. Yaxşı oynayır. Kapitan oynadı İsa. İsa gözəl gördü komanda yoldaşını. Murat, Mikail, Amil, Gir içeri. İsa. Standart vəziyyət birliğindir. Amma xeyr. Qapçı vuruşu. Nəhayət bu ötürmədən birinin qarşısına almaq çalışdı digər. Elxan daxil oldu oyuna. Yeni daxil olan Sema 9 nömrəli futbolçu Kamaldır. Və burada. Sona qədər oynadı. Mehdi daxil oldu. Uzun şans. Kamal. Ağzına. Geriye. Oradan gedin. Biri. Ya hətdən top oyuna daxil etmək lazımdır. Daxil etdilər. Hücum şansı. Kamal cinahdadır amma Süleyman səhv etmirəmsə bəli. Özüdür və artıq top meydanı tərk edib. Axır. Hakimin hərəkətləri mən çaşdım. Dur. Sən etdin hakim fiti. Bəli indi. Ötürmə. Miri. Çık qabağa. Çık, dala düşmə, çık. İşte orada Miri. Hücum şansı. Geriyə. Aşılayan var. Erkan qal. Yaxından top oyuna daxil etmək lazımdır. Edilir də. Xançınarın adı hücumlarından biri. Başlayacaq onlar topla. Yaxşı. Rəftar edə bilmirlər. Gel arkasına. Amil.
İsa'dan qəbul etdi. Xançınarın hücumu. Çox top içkiləri izləyirik bu dəqiqələrdə. Qayda pozulur. Hadi çık kabağa. Adilər aşağıda vardı müdafiədən. Çıxarkən hücuma hazırlaşırdı ki, ona qarşı qayda pozulur. Gəlməz. Resim var. Kırmızılar başlıyor. Amil 11 və 22 nömrə futbolçuların barcəsində. Amil məğlub olmur. İsa kapitan. O da toxuna bilmir indi. İsa resim edir. Şail və nəhayət Adəmdə də topu görə bildik. O da arada ona da top gəlməyi Ervişonun işsiz qalması uzun müddətdir ki, işsiz qalması, ara ötürməsi və Başımı kaldı. offside. Hakem başladı. Çok güzel. Offside. Var idi burada. Gel. Yaptı tamam böyle. İlhan. Abilere kabağına karşılayın da onu. Top atılır üstümüzden. Meydanı terk edir. Şap bırak. Mehdi, biraz ortaya gel. Gel ortaya düşen topa. Qapçı vuruşu. Başla. Daxil etdi. İlhan istiqamətində. Gel Erkan gel. Top oyna. Amil daxil edəcək. Amil. Hele gitsin. Xançınarın hücumu. Təhlükə ola bilər. Adil amma. Sana. Hücum şansı qarşısını kəsir. Son. Burada. Qafiyə zərbə uzaq məsafədən kapitan İsa. Qapıcının düz üstü gəlir. Qollarında tamamlandı. Bura biri. Sana. İsa. Bir getir. Bir. Ayağına. Bir de. Uzaqlaşdırdı. Bu da Mehdi idi. 14 nömrə futbolçu. Yan xəttdən topu meydandan çıxardır. Adil 10 nömrəli futbolçu. Birlik adına hesab bir daha qeyd edirəm. Açılmayıb. Kasıb keçən oyundan qol sədası yoxdur. Sen de oyna. Yan xəttdən oyuna daxil etmək lazımdır indi. Sen de hadi. Yakın. Daxil edildi də. Hücum şansı, təhlükə ola bilər. Sağ cinahdan gəlirlər. Birlik adına. İkinci zərbəsi. Mehdi gir, Paşa gir. Şair ikinci zərbəsini yerinə yetirəcək. Hadi kal. Hadi. Şamal top oyuna daxil etmək istəyir. Baş məşqçinin təkidi ilə Şair top oyuna daxil etməlidir. İkinci zərbəsi. Toxunuş. Standart vəziyyət. Ad dəyişir. İsa. Alınmadı hücum şansı. Xançınar üçün. Çıxmaq üçün. Onlara yaxşı ötürmələr lazım onlarla. Edə bilmirlər. Kamal. Burada komanda yoldaşı var idi. Elxan və
Çatdıra bilmir. İndi birlik komandasından meydana təkir. İkinci dəfə təqribi eyni nöqtələrdən daxil etmək lazımdır. Edildi də. Hücum şansı. Ara ötürməsi düşündü. Yaxitdən Elxan. Kamal. Real. Çık orada. Qapısı. Çınarın hücumu. İndi ayak koyan var. Qapıya uzaq məsafədən vurulan zərbə. Kapitan. Daha bir dəfə. Qapını yoxlama qərarına gəldi. Olmadı, qapısı yaxşı oynayır. Elxan. İndi. Adem. Elxan. İsa əla divar ötürməsi gəldi, amma bu ötürmə səndən deyil də, həm də ki Kamal ondan kənar vəziyyətə yaxalanır. Hücum şansı. Mehdi idi bu. Uzaqlaşdırdı. Adil. Sarmağa çalışır, müdafiədən təhlükə ola bilər. Sağ cinahdan gələn hücum var. Və qapı ağzına ötürmə. Daha bir zərbə. İsa. Amil. Süger Zamin, Süger, Mişa. Sügeydi. Kar meydanı tərk edir və yerinə 18 nömrəli futbolçu Hüseyin daxil olur. Amil. Hesab açıla bilər burada. Əlinə dəymişdi. Bəli, hakim qərarı bu yöndədir. Hüseyin. İki vəziyyətdə, iki hücumda. İki toxunuşu ayaqla deyil, əllə olur gənc oyunçunun. Hücum şansı. İrəliyə tərəf. Sol cinahdan sağa, sağdan sola tərpənirlər. Xançınar. İsa. Ver. İsa'dadır. Gel. Elxan. İkili mübarizə var. Avantaj prinsipi işə salınır. Elxan. Əla oynadı. Hər şey əla elədi, amma komanda yoldaşdan olduğu nöqtəyə götürə bilmir. ...25 dəqiqə tamamlanıb artıq. İlk hissədə uzağı məsafədən vurulan zərbə. 25 dəqiqə tamamlanıb, bəli. Son 5 dəqiqə ilk hissədə. Hesab açılmayıb. Oyunda durğunluq davam edir. Səssizlik hökm sürür oyunda. Elxan, buraya bağla. Ami, 11 nömrəyə açın. Qal ikisinin arasında da. Çıx indi. Qapısı. Sanxalansı kiper. Amil. İsa. Kapitan. Əla ötürmə Adil. Əla keçir rəqiblərini 1-1. Lan zərbə də yaxşıdır, amma Aha olmurdu, öz qapısının üstündən gəlir. Uzun şansı. Paşa. Gövdə çəkir. Hesab açıla bilər indi. Qapıya zərbə və Adəm.
nadir hücumlarından biri qola çevirə bilərdi. Biri. Ayağın içine sallıyor. Başla. Mehmet dur Mehmet. Hücum devam edəcək. Birlik adına İdaq edirəm Azərbaycan çempionatı U12 liqasında meydanda mübarizə aparır demək. Birlik komandası RGB Xançınar komandası hesab hələ ki açılmayıb. Kifayət qədər qapıya zərbə birlik komandasından gəlib üstündür statistikalarda, amma həqiqət olaraq, yəni nəticə olaraq hesabda bərabərlik, yəni HC 0-0'lıq HC hökm sürür. Vur biri. Olmadı Mir Kamal. Meydanı tərk edir. Birlikdə qalır top. Amin. Ağlar başlıyor. Ağlar başlıyor başla. Pasın ötürmə. Qapıya zərbə və burada Mir Kamalın zərbəsindən dəf edən var. Qapçı hələ ki iş başındadır. Kanal. Ara ötürməsi alınmır. Bağısına hər şey əla icra olunur. Qapı ağzında sadəcə və sadəcə. Tez düş arkaya. Düş. Tamam. Tamam. Topu uzaqlaşdırırlar. Hücum şansı Xançınar komandasından. Çık oradan, çık oradan, çık oradan. Hadi. Çık. Xan həmin nöqtədədir. Çık. Mir Kamal. Mir Kamal. Geç canım. Yok diye daha şey yoktu. Her yer vurmak. Mir Kamal. Onun önünə. Son bir dəqiqə. İlk hissədə sahab hələ ki açılmayıb. İdaq edirəm. Azərbaycan çempionatı U12 liqasında maraqlı bir qarşıdurma müşahidə edirik. Xançınar komandası birlik komandasıdır. Və ikisindən son saniyələr artıq start götürüb. Hesab açılmayıb. 0-0 hesabı davam edir. Elxan. Erkan. Hadi dostum orada. Hücum şansı. Ahmet. İsa. Sonuncu hücum yəqin ki. Xeyr. Hücuma imkan verəcək elə. Xançınar komasının hücumu, amma burada oynadı. İsa. Bəli, bu ilk hissənin fitidir. İlk hissədə hesab açılmadı. Xançınar 0 rəqib olan 1-0 bir neçə fasilə sonra qaydırıq yenilməsi olacaq. Sağ ol, salamat qalın, sən də elə səmacı bax. Salamlayıram sizi şərtsiz yenidən mən Cəmaləddin Mehdiyev, əziz izləyicilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan çempionatı U12 liqasında maraqlı bir qarşıdurma müşahidə edirik. Meydanda isə mübarizə aparır. Xançınar komandası rəqibi isə birlik komandası ilk hissə qarşılıqlı hücumlarına keçdi. Daha çox hücum edən tərəf birlik komandası idi. Çox sayıda qol fürsətləri vardı, amma heç birindən faydalana bilmədilər. Xançınar komandasında ara sıra hücumları təhlükə olurdu. Məxsusən ilk hücumları onların
Özlərinin ilk hücumları çox təhlükəli idi. Hesab açılmadı hər halıyla. Və indi İsa Kançınan komandanın hücumu. Sənə görə olur bax. Qabağa qoyuram. Qabağa gətir. Cərimə zərbəsi. Kaşa düş. Bir ara. Amir şuna şöyle. Miri. Və indi Kal. Sabahçıca bırak. Ortaya bir. Kal. Giyirəm etki. hücum atılacaq. Var ötürməsi idi. Amma qapıcı burada sayıqlığını itirmədi. Qoy get. Amil Çık kabağa çık. top qalır. İlk komandasında Amil o yerini itirəcək. Sen bir daha tutacak mı? Eliyə Vur kanka belə. İsa əla keçdi. Bitirmədə yaxşı düşünmüşdü. Digər ki, davamı gəlmiş. Paşa. Bekle denen oyuncu tuttu. Hücum davam edəcək. Avdat Amir avdat. Meydanı tərk edir. Tez oynuyor. Amil uzun gəldi. Cəmi meydancası. Sinə hesablanmışdı. Standart vəziyyət. Gün zərbəsi kim yer itirir? İlkamal yerini itirəcək. Hal dəyişir. Gün zərbəsi və başqa futbolçu yaxınlaşdı. Birbaşa Adil. Sen 4 futbolçu görürük və indi penalti zərbəsi. Penalti zərbəsi. Bəli, penalti zərbəsi. Hesab açıla bilər. Kim vuracaq? Kapitan İsa. İsa. Hesab açıla bilər. İkinci hissənin. Qapıya zərbə qapıcatı. İsa'nın zərbəsi çox qüvvətli idi, amma dirək. Penalti zərbəsindən faydalana bilmirlər. Adil. Cərimə zərbəsi. Gün zərbəsi yaxın bir nöqtədən çəkəcək. Hayır, topun qabağında geç. Topun qabağında dur. Topun qabağında geçin. Mehmet. Kenan. Deniz vur Kenan. Kenan. Ağzına və burada başda Elxan idi. Elxan kimi xeyr, elə İsa'nın özüydü. Topu tora göndərmək istəyirdi. Top meydanı tərk edir. Kançınan komandasına qaldı top. Top oyuna daxil edildi. Daha bir dəfə Kançınan tərəfindən top oyuna daxil edilməlidir. Edildi. Mehdi çok çıkırsan Esen. Penalti zərbəsini o çevirə bilmədi. Kapitan təbii ki. Bravo gel topla. Adil. Hava fürsəti idi. Adil. Sürəti əladır. Gün zərbəsi olacaq. Standart vəziyyətin adı. Ağzına əks hücuma çıxmaq olar. Hava fürsət var Kançınan adına, amma burada imkan vermədi Paşa.
Adil. Adil. Topa əli ayağı ilişdi sözün əsl mənasında. Pressing var. Çıxmaq lazımdır. Aşağı adi vəziyyətdə topu itirir. Gel kabağa da ha. Gel götür başla. Yaxətən Sinan Zəngilan komandası daxil edəcək. Düz istəyirəm. Xan Çınar Cəbrayıl təmsilçisi. Qarabağ təmsilçisidir. Yapıyor. Zərbə. Adəm. Uzun geldi. Ötürmə. Hücum şansı devam edəcək. Bu qayda pozuntusudur. Hansı futbolçular. Adilə qarşı. Çabudun var idi. Səlmə sərbəsi. Hücum şansı. Baş alındı. Yaxətdən topanı daxil etdilərsə Çınar komandası. Qayda pozulub. Amir qaydanı pozub. O da 22 nömrə futbolçu. Başla, bura. Zavadi. Cərimə sərbəst təhlükə ola bilər. Başla oyuncu Mehdi. Baxsın, ötürmə alınmadı. Əks hücum. Mirkamal. Hücum şansı. Gayet abi. Çınarçın. İndi. Mirkamal. Qapıcı vaxtında qapısını tərk edir. Uzaqlaşdırır. Mehdican. Maga. Stoper oyna. Zavadi Cemre. Fatih. Erkan. Cemre. Meydanı tərk edir. Mehdi. Həmçində Hacılara git sen hadi biraz burada. Bura. Get top üstte. hər halda meydana daxil olur Fatih. Zahda. Git. Adil. Maga başlatsı. Geriyə ötürmə. Uzun davam edəcək. Çınar komandasının hücumu. Təhlükəli oyun məncə var idi, amma avantaj prinsipi işə salınır. Amir Tezdar. Koy getir. Sona qədər oynamaq lazımdır və top artıq meydanı tərk edib. Ay Murat, çık biraz da bana. Gel. Hücum şansı. Qapıya zərbə düşündü. Amil. Zahə ötürməsi. Hikayə. Meydanı tərk edir. Qapıcı vuruşu. Mehmet. Gel. Miri buraya. Buraya dışarı ver ya. Kaçacak. Dur. Kabağa. Haftaya bak. Ya da o şeyde ben. Artık biraz ortaya git. Pressing lazımdır. İşə də yarayır pressing, amma bitirdi, yerinə qazandılar. İlk komandası zərbə indirmək lazımdır bu məsafədən.
Amirin nəzarəti altında top meydanı tərk edir Mikail. Bu anda əla mövqedə idi, zərbə indirəcək mövqedə idi deyək ki. Alınmadı. Daha bir dəfə birliyi adına top oyunu daxil etmək lazımdır. Mehmetov arkadan iste. Abi. Qapısının qollarında qaldı. Maga gel yakına. Amiri. Şah Emir, Kemal. Götür abi ayasını. Çok iyi bir aksaklı sana. Bırak gel. Götür. Uzun şansını qarşısına alırlar. Amma topu meydana saxlayamır Paşa. 55 nömrə futbolçu. Zuma atılır. Birleş komandası. Fatih. Zinaha ötürmə. Murat gəlir. Üçün zərbəsi. Muradın özü yerini itirəcək elə. Komandasının adına qazandı o üçün zərbəsi. Paşa git. Amir Maga dalı. Hatta arkaya biraz. Arkaya geri. Biraz arkaya. Üçün zərbəsi birbaşa qapıya. Qapısı da biraz sərişli oynadı amma hər halıyla o hələ keçirir. İləriyə. Gel yere. Oyna Murat. Paşa uzaqlaşdırır. Ağıllı oyna. Malade. Şail. Belə tərk edir. Və burada etiraz edildi. Qayda pozuntusunun olduğunu deyildi. Fatih buraya gel. Qapı sonra şu topa daxil edildi. Hamçınar komandasının futbolçuları bir dəqiq şəkildə. Oy, əla keçdi. Adil. Sonra gedir oynadı amma o meydana saxlaya bilmir. Adil. Getir, biri getir. Gel. Meydan tərk edir. Uzun şansı. Amil. Mikail istiqamətdə. Mikail. Alınmadı. Əla çevirir Mikail. Nişa. Bana niye kaçtın? Gir orada. Biri. Gel. Gezeceğim ha. Burada. Gel ona. İleriye. Uzaqlaşdırdı. Çaka baka. Gel. Ya Xətən. Daxil etdilər və indi burada Gel. aynı olan var. Gel canım. Hamçınar komandasının hücumu. Штраф dışarılar. Kaydı ha. Bizde Maga başlıyor. Yerini itirəcək birlik komandası zənnətdir. Qaydanı pozan tərəf elə birlikdir. Bir daha qeyd edirəm Azərbaycan çempionatında meydanda mübarizə aparır. U12 liqasında demək birlik komandası rəqibi Xançınar komandası zərbə təhlükəli oyun var idi. Manda Adil Ulan zərbə qeyri dəqiqdir Adil'dən. Açık. Bak. Oyna. Oyna Fatih. Fatih Gel.
Top ondaydı. Bitirdi. Hücum şansı təhlükə ola bilər. Ansın Arsın. İster. Gel yakına. Malades, Maga. Ver kabağına, Aysra. Ver bir daha. Hücum şansı. Paşa. Əla saxladı komanda yoldaşı üçün. İsa. Mərkəz müdafiəsi kimi barza aparır. Gel etme gel. Geç atın. Qayda pozulmuşdur. Paşa qaydan pozuldu. Gel oyuncuya. Hadi Paşa. Adil bir de Paşa bırak. Maga kal orada. Maga biraz kabağı sil. Yok yok. Ver gücümden. Cərimə zərbəsi məsafə uzaqdır. Kifayət qədər uzaqdır. Nöqtələrdən əla qollar çıxır amma adam qapısını diqqətlidir. Nəyin qapçı? Gir oraya atın. Hadi. Serkan. Altından möhkəm. Dama çekin. Dama çekin hadi. Serkan arkadan gel. Cərimə zərbəsi. Gerinden topla. Adəm. Adam tez. Mali. Sağ yere Fatih. Fatih. Sen de. Koy. Koy. Şansı. Yəni top meydanı tərk edir. Mehdi gel. Murat bak. At Mehdi'ye. Mehdi bırak ver. Gel Fatih oyna. Haydi. Sağ. Ondan. Süleyman git oraya dedim. Gel Ben oraya. Süleyman'da ne işim var? Geç bir yana. Geç bir yana. Süleyman gel şuraya Fatih. Gel yüzümde oyna. Gel oraya. Bir de. Ver. Ela. Dur. Bir de bak. Hücum şansı. Biraz bir dakik. Hücum atılacaq indi. Təhlükə ola bilər. Sağdan sola dəyişir cinahı. Olmadı, alınmadı. İndi. Yan xətdən top oyuna daxil etməlidir. Etdilər də. Top bitirdi. Murat. Komandaşları onun adına çatır belə deyək. Topdur. Sese ver, sen etse. Süleyman. Süleyman kabağında. Cərimə zərbəsi. Ayağı topa. İşsə də kürəyindən denemişdi. Rəqibini burada. Süleyman səhvəti mənimsə bəli. Oydu. Cərimə zərbəsi. Əla nöqtədən. Kaydan topu hazır olun. Qapıya zərbə. Adəm. Əla çıxdı. Süleyman topu uğurluyor. Hücum şansı. Top meydandadır, oynamaq lazımdır. Qayda pozulmayıb. Süleyman indi. Şansınanın hücum başlayacaqdı. Adil. O da top ötürür. Hakimə etiraz edirdi. Qayda pozuntusu var deyə amma hakim burada qayda pozuntusu olmadığını dedi. Çatırın ona he. İndi top meydanı tərk edib. Yaxətən top oyuna daxil edildi. Hücum atılacaq. Murat, dəqiq oyna Murat. Murat. Hayda pozuntusu var. Cərimə zərbəsi.
İsmail kadar uzaqdır. Əla nöqtədir. Gəl ki. Uzun başla. Hadi gel bura. Gel Fatih'in yanına. Təhlükə ola bilər. İsa toxun gerisinə keçir. Bravo. Evet, zərbələr var. Bravo. Bravo. İsa. Yine kabağa çıkar. Kabağa çıkar onları. Girmeyin kapı içine. Çalar. Kabağa çıkar, ne yapsın? Buraya! Hadi kal orada. Hadi. Bakın. İsa. Zərbə və qapçı. Əla oynadı burada kiper. İsa'nın kapitanın bu qüvvətli zərbəsini dəf etməyi bacarır. Məsafə əla idi. Soxay futbolçu üçün tərs olan bir mövqe idi, amma hər halıyla qapçı da əla oynadı. Vay, birlik komandası hesabı aça bilmir bu epizodda. Burada geç. Geç üstüne. Hücum şansı. Fatih. Hadi ara geldi. Başını kaldı. Yolda karşı. Ne gözünü. 8 dəqiqə. İkincisi 22 dəqiqə tamamlanıb artıq. Süleyman gel oraya. Geç. Komandalar 52 dəqiqəyə bir gol meydanında vura bilməyiblər və yalnız ikinci hissədə yadda qalan epizod penalti epizodudur 2. Daha sonra isə cərimə zərbəsi hər ikisini İsa yerinə yetirmişdi. Penalti zərbəsini direyə, cərimə zərbəsi isə qapçı dəf etməyi bacarmışdı. İsa günün şanssız günüdür. Təbii ki, kapitan istəməz. Elə ondan danışırdım. İsa əla bir zərbə indirir, mükəmməl idi zərbə. Gel. Paşa, Dön. İsa, Sende Amir var. Ay. Amir, Hadi bravo. ara ötürməsi əladır. Offside. Xəbərdarlığı gəlir. Kaptan. Amir bizde yok lan. Ha götürün. Hadi otur. Amma offside deyilmi? Xeyr, ikinci zərbəsi. Bəli, offside'dır. Ha götürün de topu. Bəli, offside'dır. Görmüşdük offside. Getir kabağa. Kaldır. Oraya fırlanın oraya. Gel ortaya. Hadi 20'ni karşıla. Hadi. Murat Hadi arkanda. kabağına gel. Murat. Cana. Kabağa cana. Uzun şans. Kullanma. Uzun davam edəcəkdi. Paşa, Süleyman. Neydi o? İsa, kapitan. Kapitan sürət yığır. Sürmədə etdi. Uzun davam edəcəkdi, amma itirilir top. Murad idi top itirən. Sema, təbii ki. Uzun atılması indi Murad. Murad. Özü tutun. İndi. Uzun davam edəcək. Oyna. Burada heç sən yoxdur. Ayağa qalxmaq lazımdır. Hakim də tələbi bu yöndədir. Nişa. Cərimə zərbəsi. Yolda Şakir. Bana bak. Yolda Şakir. Yolda Şakir. Cərimə Yolda zərbəsi. Şakir. Şakir. Mehmet çaldı oynasın sen kabağda. Şey. Gel. Geç Mehmet senin yerine. Geç. Annem orada. Bana oyuncu Cərimə zərbəsi. Qapağısına bir aşağı. Bitirmə qapağısına idi. Uzun davam edəcək birlik adına.
Bizim şans. İndi əks. Cəhbəyə keçir. Gözəl oynadı. İsa. Mikail. Mişa. Həmin nöqtəyə çatmır. Tıklava. Yan xitdən top oynaraq keçmək lazımdır. Edir də. Məsafə uzaqdır amma oxlamağa dəyər. Gol geçsin. Ver. Alınmadı. Yaxşı paşa oyna paşa. Şah. Adil. Ben gel. Ha. Adil etiraz edirdi amma Paşa toxunub. Hakim buna etiraz edirdi. Hakim etiraz edirdi, qayda pozulmayıb. Bir gələcək. Hakim də Adilin yox, Paşanın qaydanı pozduğunu deyir. Gel 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 gel. Buraya. Gel buraya. Yüzündə Davud nə deyirəm? Özün başla. Göz verirsin sana. Sana verirsin. Amin. Cəlmə zərbəsi. Biraz da. Все. Fatih. Süleyman. Oyna. Bizim de oyna. Ne getir? Adilə qarşı qayda pozuntusu olmadığını dedi hakim amma. Gel kabağa. Amil. Bizim atılır biri adına indi. İndi hesab açıla bilərdi amma. Yaxşı oynadı. Mükəmməl oynadı. İsa. Fatih. Sıma çalışır. Əfiyə zərbə Paşa. Amil. Fatih. Kime verildi? Süleyman gel. Gel. 58 dəqiqə mübarizədən qol sədası yoxdur. Gel Süleyman gel. Səssizlik hökm sürür. Hücum şansı, hücum davam edəcək, top meydandadır. Yakın gel koyma. Fatih. Ver Mehmet ver. Ver Mehmet. Sınarın Gel çömeyle. hücumu Koyma da. olacaqdır. Fatih'dən top alırlar. Adil də keçirlər. Ahmet sıkış biraz. Ahmet. Bırak. Akal oynayın. Ya xətdən. Xançınar komandası top oyunu daxil etməlidir. Belə gedirəm Azərbaycan çempionatında. Meydanda mübarizə aparır 12 liqasında. Tımar. Olmadı onda. Meydanda gördük amma bu epizodda. Uzun şans. Bəli, oyun başladığı kimi də bitir. Xançınar birlik oyununda qol sədası çıxmadı. Durğunluq yaşandı və mən reportajımı bitirəm. Xançınar birlik oyunundan. Reportaj boyunca isə şəhsiz mənim Cəmaləddin Mehdiyev idi. Sağ olun, salamat qalın. Ən əsası, ən dəyərlisi, ən vacibi, ən gərəklisi bax budur.